Herkese selam arkadaşlar, ben Kemal. Bugün gördüğünüz bütün sosları karıştırıp içeceğim. Görək necə bir video olacaq. Pulumuz getdi. 5-6 manata yaxın pul getdi. Hazırsanız qanımızı qoyaq bura. Və bunları qıraq İlk öncə bundan başlayaq. Qarışıq deyəsən bu. Görək indi. Qarışıq burada gəlir. Bu kadar vesile bence bu. Almalı da bu da. Bunun için buna var. Bu da almalıdır. Gördüğünüz gibi. Burada köçək. Hamısı yerə dağılır. Bu kadar vesile bence. Bu da karışık dostlar. Ya da göstermeyemsiniz sıra. Gördüğünüz gibi bahar. Bu da karışıktı ama aslında bir meyvenin daha çok gelir. Bu da bu kadar vesile. Geçecek buna. Bu nedir? Bu da almalıdır dostlar. Bunlar da almalıdır. İnce çiçim dile. Of. Dağıttık eytemiz buraları. Bundan ile. Geçək vitamıza. Vitamin. Bəsəliyyə və keçək bu nəlidir? Bu da ki almalı və albalıdır. Gördüğünüz gibi. Açaq. İkisinin dadı gəlir. Bu da bəsəliyyə. Rəngi dəyişdik təməmən. Və keçək Sandoramıza. Bu da qarışıq meyvəlidir. Banan, ananas falan var. Bu da bəsəliyyə bu qədər. Bunu da qırağa qoyaq. Və 2 dənə qaldı son. Bunun yaş qısmını qıraq. Bu da qarışıqdır deyə. Alma falan var, bir də gilas falan. Bundan almanın da dadı gəldi. Of, yenə tək. Bu da belə bəsəliyyə və son olaraq yenə albalı. Gördüğünüz gibi temiz buralar basıyor. Arkada sileyim. Böyle çok kırmızıdır. Değişik. Bəsəliyyə. Və bir dənə biz burayı silək dostlar. Temiz soyan şey çok. Dostlar indi isə buradadır. Keçək. Haydi yerək. Qarışıq bir dad gəlir dostlar ilə. Qarışıq deyə qarışıq gəlir. Ən çox bax bunun dadı gəlir. Bu qarışığın. Bir də şey, bu vitaminin. Ayrı bir dad gəlmir yəni. Elə ən çox bu gəlir yəni. Munca dadı gəlir, vəsiyo. Neyse dostlar, videomuz bura kadar idi. Devam için kanalımıza abone olup videomuzu beğenmeyi, yadınız xətmin gələn videolarda görüşərik.